İlham Əliyevə dedi, denən hazırlaşsın Moskva karameli, Moskovski karameli yeməyə. Bəsdir, daha cıdır düzündə o paxlava yeməyə söhbəti getdi. Bildiniz? Və bugünkü gündə biz hər şeyi çalışırıq nəzarətdə saxlayaq. Bəli, müharibə gedir. Həm Rusiya ölkəsində müharibə gedir, həm İranda müharibə gedir. Çox məsuliyyətli, çox həssas dönəmdir və əlbəttə ki, indi bu dönəmlərdə müəyyən məsələlərdə dözümlülük nümayiş etdirmək məsləhətdir. Amma siz ki, bu cür özünüzü alçaq kimi, düşməncəsinə, sən o İlhama deyilən ki, o humanitar köməkliklər ilə lazım deyil, dəysin onun təpəsinə. Keçən dəfə su göndərmişdiniz, onu da hamısı